O Zəlimxan əmim demişkən, deməsəm ölürəm. Köpək oğlu gərək onu ora atasan. Saxla əlində apar zibil qabına atdı. Bu da Çin üslubunda tikilmiş bir şey. Əslində şəlalənin qutaracağıdır. Şəlalə səhv eləmirəmsə Hunoba kəndində olmalıdır. Cavanlığımda getmişəm ora. Yardımlının təbəssümünə baxanda balaca bir yerdir. Amma normaldir. Bura görəndə, o arka görəndə Gədəbəy yadıma düşür həmişə. Gədəbəyin elə bir yeri var, Santa Barbaranın arkası kimi və üstündən dəmir yolu. Kimə deyəndə ki, Gədəbəydə dəmir yolunu görmüsən, hələ bilir ki, prikol tutursan. Amma həqiqətən o vaxt mədənlər olub Gədəbəydə və elə bir arkanın üstünə mədəndən çıxan faydalı qazıntıları emal olunan yerə kimi aparmaq üçün kiçik də olsa bir dəmir yolu çəkiblər. Yəni Gədəbəydə heç Azərbaycanın başqa yerlərində dəmir yolu olmamış, dəmir yolu olub. Söhbətdən kənara çıxmayın, bura yardımlı şəlaləsidir. Lap Fikrət oğlunun adı nədir? Kommentatorun. Kim Fikrət oğlu? Kommentator var ha. Neyse, Allah kömək olsun. Kommentatorun adı yazıya düşmədi. Azərbaycanlı məşhur. Yox, Orxan Fikrət oğlu publisistdir.